Ər arvad oturub söhbət eləyir. 2 dənə həyat yoldaşı. Günün istənilən vaxtı. Oturub dərdləşirlər, danışırlar. Ailə mühitində. Buyurur ki, bu danışmaq Kəbə evində etikaf eləməkdən üstündür. Kəbə evində etikaf bilirsiniz də ümumiyyətlə nədir? Etikaf budur ki, bir adam məscidə girir 3 gün, oradan çıxmır. Ancaq ibadətlə məşğuldur. Dünya söhbət eləyə bilməz. Etikafın qaydası var. Haramdır. Artıq etikafa daxil oldunsa, çıxmaq olmaz. Ancaq zəruri şey üçün yemək yeyə bilər, bir də üzr istəyirəm, zəruri ehtiyacları üçün. Amma girir məsciddə oturur, 3 gün davamlı Kəbə evinin yanında 3 gün etikafdan bu bir neçə dəqiqə söhbət üstündür. Rahat mühitdə oturmuşsan, yemirsən, içmirsən, heç bir çətinliyi yoxdur. Evində bu savab olduğu halda sən ona fikir vermə, get bayırda savab axtar. Bu görsənir ki, sən özün özü alladırsan.